Harda hansı obyekt yerini açım? Azərbaycanda əksəriyyətin verdiyi suallardan birisi məhz budur. Falan yerdə falan şeyi açsam tutar, yoxsa batıraram? Obyekt yeri açmamışdan qabaq həmin yerdə yaşayan əhalini analiz etməlisiniz. Buna ola bilsin sizin bir həftəniz gedə bilər, ola bilsin bir ayınız gedə bilər, amma bu işin qaydası budur. Hansı yaşlı insanlar daha çox yaşayır? Onlara nəyinizi satmaq olar? Bütün bunları analiz etdikdən sonra hansı saatda nə qədər insan keçir? Tutaq ki, deyirəm, məktəbin qabağında gətirib su filtri satmaq axmaqlıqdan başqa bir şey deyil. İndi deyərsiniz, orada yaşayış çox olur və s. amma məntiqsiz bir yanaşmadır. İşləyəsən ən ideal obyekt yeri məktəbli ləvazimatıdır. Ona görə bir yerdə obyekt açmamışdan qabaq mütləq həmin bölgəni analiz etmək lazımdır, baxmaq lazımdır. Orada daha çox zaman keçirmək lazımdır ki, burada oturan insanların daha çox nəyə tələbatı var, işləməyən bir sahə yoxdur. Sadəcə olaraq onun yerini doğru düzgün seçmək lazımdır ki, doğru kütləyə, doğru yerdə satış edə biləsən. Marketinqin dərinlərinə enmək üçün Marketing Labı izləməyi unutmayın.